1988-ci ilin yanvarından etibarən türksüz Ermənistan siyasəti planlı şəkildə həyata keçirilməyə başlandı. Deportasiyadan öncə ermənilər xüsusi siyasət yürüdürdü. Azərbaycanın o vaxtki rəhbərliyi bu iyrənc siyasətin arxasında duran niyyəti dərk etmirdi. Faşist ermənilər Xocalı faciəsinin ilk sətirlərini 1988-89-cu illərdə Qərbi Azərbaycanda yazdı. Geniş miqyaslı ərazi iddiası ilə hücuma keçən ermənilər 250 mindən çox Azərbaycanlı ev eşiyindən zorla qovdu. 217 Azərbaycanlı ermənilər tərəfindən amansızlıqla qətlə yetirildi. Dekabrda İrəvandan Azərbaycana 100 mindən çox soydaşımız pənah gətirdi. Kəndləri, mədəni abidələri yandırılaraq məhv edilən İrəvan xanlığı heç vaxt unudulmur. Beynəlxalq Diaspora Mərkəzi daim Qərbi Azərbaycanlıların başına gətirilən tarixi hadisələri dünyaya tanıtmağa çalışır. Vətənpərvər insanların bugünədək qoruduğu Qərbi İrəvanın tarixi bayrağı dalğalandırıldı. Tanınan ziyalılar və millət vəkillərinin iştirakı ilə bir daha sözü gedən hadisələr xatırlandı. Beynəlxalq Diaspora Mərkəzinin birbaşa dəstəyi ilə hazırlanan Qərbi Azərbaycan filmi nümayiş olundu. Ben inanıram, ben tam inanıram ki her şey adalet namına değişecektir bölgede. Mütlak. Biz gelecekte hele gidip öz güzel göçe torpağını da göreceksiniz. Öz doğma dağlarınıza, bulaklarınızı, çaylarını da göreceksiniz. Ata babalarının kabirlerini de göreceksiniz. Ben buna hiç şüphe etmirəm. Mən bir də demək istəyirəm ki, biz də, Qərbi Azərbaycanlılar da heç vaxt inamı itirməməliyik. İnanmalıyıq və eyni zamanda addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Və gün gələcək və Qərbi Azərbaycanda da biz belə gözəl məclis keçirdəcəyik. Beynəlxalq Diaspora Mərkəzi Qərbi Azərbaycan filmini ərsəyə gətirməklə kifayətlənməyib. Film xarici dillərə tərcümə olunub. Hazırda tarixi və əzəli torpaqlarımız, həmvətənlərimizin başına gətirilən olmazın faciələrin dünyaya çatdırılması istiqamətində Diaspora Mərkəzi işini davam etdirir. Biz də Beynəlxalq Diaspora Mərkəzi olaraq dünya Azərbaycanlılarına və Azərbaycanda yaşayan soydaşlarımıza bu həmin anım gününü keçirməklə həmin günləri yaşatmaq və bir daha da biz o torpaqlara qayıdacağıq. İndiki Ermənistan ərazisi 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə zorla xalq arasında referendum keçirilmədən ermənilərə verilib. Tarixi faktlar da sübut edir ki, ermənilərin vətəni Balkan yarımadası olub. Hər il ermənilərin Azərbaycanlılara qarşı törətdikləri soyqırım və vəhşiliklər barədə beynəlxalq təşkilatlara müraciətlər göndərilsə də hələ ki nəticə yoxdur. Hər hansı bir halda Dağlıq Qarabağı bu günləri və digər işğal olunan torpaqları işğaldan azad eləmək istəyiriksə, təbii ki, biz o erməni işğalçılarının Azərbaycan ərazisinə qarşı apardığı, Azərbaycan xalqına qarşı apardığı işğalçılıq siyasətinə son qoymaq istəyiriksə, biz bu günləri hamımız bir yerdə İrəvan deməliyik, Xankəndi deməliyik, Şuşa deməliyik. İndiki Ermənistan ərazisi 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə zorla xalq arasında referendum keçirilmədən ermənilərə verilib. Hamınızı salamlayıram ve hamınızı hoş münasibətiyle təbrik edirəm ki, İrəvan xanlığının bayrağı bugün bizim qarşımızdadır. Bəli, bu qəlblərdə yatan həsrətidir. Bu həsrət indi oyanmalıdır. Həsrət sözünü deməlidir. Həqiqətə birləşməlidir. Bildiyiniz kimi, tarixlər yazılır, deyilir, faktlar çoxdur. Erməni adında adamların, vətəndaşların Ermənistan torpağında yeri olmuyubdur. Lakin zaman gəlir də Azərbaycanlıları deportasiya edirlər. Tarixi faktlar da sübut edir ki, ermənilərin vətəni Balkan yarımadası olub. Hər il ermənilərin Azərbaycanlılara qarşı törətdikləri soyqırım və vəhşiliklər barədə beynəlxalq təşkilatlara müraciətlər göndərilsə də hələ ki nəticə yoxdur.